Şahmat metaforası ilə desək, səhnə Cənubi Qafqazdır, fiqurlar isə dünya gücləri. Azərbaycan, Türkiyə, Pakistan bir mövqedə, qarşı tərəfdə İran və Hindistan və bu şahmat lövhəsinin ortasında Zəngəzur dəhlizi dayanır. Hindistan mediasının Laçın görüşünə reaksiyası bir şeyi göstərdi. Bu dəhliz təkcə Qafqazın deyil, dünyanın gündəmindədir. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın görüşü Hindistan mediasında narahatlıqla qarşılanıb. Bu ölkənin India.com xəbər saytı yazır ki, Pakistan və Türkiyə Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyib. Hindistan isə hər zaman Ermənistanın yanındadır. Yeni dəhliz Zəngəzur məsələsində İrəvanı dəstəkləməklə Azərbaycan, Türkiyə və Pakistanın müttəfiqliyinə böyük zərbə vura bilər. Bu cəhətdən Hindistan, İran, Ermənistan əməkdaşlığı üçün doğru zamandır deyə məqalədə bildirilir. Ekspertlər isə hesab edir ki, Hindistan Ermənistanı dəstəkləməklə münaqişədə olduğu Pakistanı zəiflətməyə, bu ölkənin Azərbaycan və Türkiyə ilə əməkdaşlığını pozmağa çalışır. Axır illər ərzində Hindistanın Ermənistana deməli o siyasi dəstək, iqtisadi dəstək və silahın deməli verilməsi onu təsdiq eləyir. Bax, budur, mən düşünürəm ki, əsas səbəb və eyni zamanda narahatçılıqdır. Elə onunla bağlıdır ki, Azərbaycanla Türkiyə güclənəcək və bu da Pakistanı da gücləndirəcək, çünki Pakistan bu alyansın üzvü olaraq qalacaq. Məqalədə o da vurğulanır ki, Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycan arasında lokal məsələ deyil. Bu dəhliz regional güc balanslarını dəyişə bilər. Layihənin həyata keçməsi Ermənistanın cənub bölgəsinin nəzarətini zəiflədəcək və İrəvanın əsas müttəfiqlərindən biri olan İrana girişinin qarşısını kəsəcək. Eyni zamanda Türkiyə-Azərbaycan müttəfiqliyini və onların regiondakı daha geniş planlarını gücləndirəcək. Zəngəzur dəhlizi hamı üçün vacibdir, hamı üçün əhəmiyyətli. Bunu artıq Ermənistan da məncə anlamalıdır. İran sanki mövqeyini dəyişir, Rusiya dəstəkləyir, Türkiyə dəstəkləyir, Avropa dəstəkləyir. Amerikalı senator bu gün Bakıda Prezident İlham Əliyevlə görüş. Onların da marağı var bu dəhlizə düşün. Çünki Zəngəzur dəhlizi əlahiddə bir dəhliz deyil. Orta dəhlizin tərkib hissəsidir. Ona görə bu dəhlizdə bir çox ölkə maraqlıdır və düşünürəm ki, Azərbaycan hələ ki alternativləri var. Bakı-Tiflis-Qars, İran-Araz marşrutu. Gələcəkdə Zəngəzur dəhlizlər reallaşacaq və heç bir güc buna mane olmayacaq. Eyni zamanda Hindistan rəsmi səviyyədə olmasa da Çinin bir kəmər bir yol layihəsinə və orta dəhlizin mühüm hissələrindən biri olan Zəngəzur dəhlizinə qarşı çıxır. Bunun da əsasında həmin dəhlizin Hindistan Yaxın Şərq Avropa layihəsini kölgədə qoymasıdır. Lakin yeni dəhlinin bu məsələlərdə Azərbaycan-Türkiyə ilə dialoq əvəzinə bölgədə mövqeləri zəif olan Ermənistanı dəstəkləməsi uğurlu seçim deyil. Üstəlik Hindistanın nəqliyyat marşrutunun nə vaxt hazır olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Zəngəzur məsələsində Fransa da fəallığını artırıb. Parisin Zəngəzur bölgəsində konsulluq açacağı ilə bağlı məlumatlar yayılıb. Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İranın da bu layihəni dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib. Bütün bunlar isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi artıq bir çox dövlətin əsas gündəminə çevrilir.